Danışıq dili üçün qrammatika mövzusunda 8-ci dərs. Bu dərsdə keçmişdə olan, amma indi olmayan vərdişləri biz hansı formada, nəyin köməyi ilə söyləyə bilərik, onu öyrənəcəyik. Hansı cümlələr üçün bir daha təkrar edirəm. Keçmişdə hər hansı bir şey edirdiniz, daha artıq onu etmirsiniz. Daha artıq o sizdə yoxdur. Quruluş belə olacaq. Used to plus feil. Used to'dan sonra mütləq bir feil gəlməlidir. Heç bir şəkilsiz feil. Məsələn, necə deyərik? Mən əvvəllər futbol oynayardım. Keçmişdə olardı bu hadisə, bu hərəkət, amma indi daha baş vermir. Daha mən futbol oynamıram. Belə olacaq. I used to play football. Bütün şəxslər olaraq used to olaraq qalır. Heç bir dəyişiklik baş vermir. Sual forması isə şəxslərə uyğun olaraq did plus şəxs plus used to formasında da görə bilərsiniz. Bəzən isə used to d-sız sonunda d-sız da görə bilərsiniz. Danışıq zamanı bu necə səslənir? Gəlin diqqətlə dinləyək. Did you used to travel a lot? Yes, but now I'm too busy. I used to read books every day. I should start again. Hər iki şəxs keçmişdə etdiyi, daha indi etmədiyi hərəkətləri bildirir. Bəs biz ehtimalları necə bildirə bilərik? Yəni, nəsə ehtimal olunur, nəyinsə olacağı gözlənilir. Bunu cümlələrdə hansı formada deməliyik? Hansı söz bizim köməyimizə gələ bilər burada və ya sözlər? Təbii ki, may və ya might sözləri. Bəzən might, may'in keçmiş zaman formasında da istifadə olunur. Bəzən isə biz bunu sinonim olaraq görə bilərik. Məsələn, deyirəm ki, sabah yağış yağa bilər. It may rain tomorrow. Baxıram buludlara və o ehtimalı söyləyirəm. Eyni cümləni sinonim kimi might'la da deyə bilərik, may'in yerinə və yaxud da ki, today sözünü yesterday sözünə çevirə bilərik. Keçmiş zamanda olduğunu bildirmək üçün. Yəni, ola bilərdi mənasında. Növbəti 9-cu dərsdə şərt cümlələri ilə bağlı danışılacaq. Cümlələr belə başlaya bilir bizim danışığımızda. Əgər belə olsa, əgərlər. Bu mövzuda olacaq növbəti 9-cu dərsimiz.